Xoş gördük, hörmətli tamaşaçılar. Sizə martın 14-ünə olan hava proqnozunu təqdim edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civəsi sonundan 762 mm civəsi sonuna enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% müşahidə olunacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Belə dəyərli izləyicilər, hava məlumatını dinlədiniz. Hələlik.